Salam əziz məktəblilər. Bugün sizinlə aprel ayının 12-sində ingilis dilindən olan buraxılış imtahanı suallarını izahlı şəkildə cavablandırmaq istəyirdim. Gəlin birinci başlayaq qrammatik və lektik suallardan. 13-cü suala baxaq. Match the words to the definitions. Sözləri definitionları ilə uzlaşdırmağımızı istəyir. To annoy əsəbləşdirmək, qıcıqlandırmaq deməkdir. Düzgün definition olacaqdır. B bəndi to make somebody a little angry. Yəni kimisə biraz əsəbləşdirmək tamamilə düzgündür. Demək birinci B bəndi olacaq to frighten, qorxutmaq deməkdir. Bu da C variantına uyğun gəlir. To make somebody feel afraid, kimisə qorxutmaq olacaq C variantı və to prove, sübut etmək deməkdir. A variantına uyğun gəlir. To show that something is true. Yəni nəyinsə düzgün olduğunu göstərmək. Demək burada düzgün cavabımız olacaq B, C və A variantı. Bu da uyğun gəlir D variantımıza. Düzgün cavab olacaq D bəndi. 14-cü suala baxaq. Choose the correct option. The boy took book and returned. Aha, demək birinci cavablara baxırıq. Burada A bəndi və D bəndi səhv olacaq. Nəyə görə? Çünki A bəndində də, D bəndində də bizdə müstəqil işlənən yəli əvəzlikləri var. Mine və hers. Onlardan sonra heç vaxt isim gəlmir. Bizdə isə burada book, yəni isim gəlir. Ona görə A bəndinin D bəndini işlədə bilmərik. Digər variantlara baxaq. Gəlin B variantına baxaq. The boy took his book and returned my. Birinci tərəf işlənə bilər his book, amma ikinci tərəfdə my da, yəni aslı yəlik əvəzliyidir. Özündən sonra həmişə isim tələb edir. Ona görə burada isim olmadığına görə B variantımızda səhv olacaqdır. C variantımıza baxaq. The boy took your book and returned there. Yenə burada birinci tərəf uyğun gələ bilər. Amma ikinci tərəfdə return their book. Their də aslı yəlik əvəzliyidir. Özündən sonra isim gəlir. İsim olmadığına görə burada C variantımızda səhv olacaqdır. Y variantımıza baxağın. The boy took his book and returned mine. Bəli, mine uyğundur. Özündən sonra bu müstəqil işlənən yəlik əvəzliyidir. İsim yoxdur burada. Demək, Y variantımız düzgündür. 15-ci suala baxalım. Choose the antonym of the underlined word. Altından xətt çəkilmiş sözün antonimini istəyir. Noisy, səsli küylü deməkdir. Çox asan bir sözdür. Bunun da antonimi olacaqdır. Sakit, quiet. Demək, düzgün cavabımız olacaq C variantı. 16-cı suala baxağın. The singer, his new song at the moment. At the moment varsa, demək, hərəkət hal-hazırda baş verir, yəni danışıq anında baş verir. Bu da deməkdir ki, cümləni biz indiki davam edici zamanda işlətməliyik. İndiki davam edici zamanda to be üstəgəl ing-li feil. Bu da A variantı olacaqdır. The singer is singing his new song at the moment. Digər variantlar başqa zamanlarda olduğuna görə heç bir uyğun gəlmir. 17-ci suala baxağın. Our building is as yours. Aha, bizdən burada sifətin düzgün dərəcəsini işlətməmizi istəyir. As bağlayıcısını görəndə biz bilirik ki, sifətin adi dərəcəsini işlətməliyik. A bəndi səhv olacaqdır. B bəndi yenə üstünlük dərəcəsi səhv olacaqdır. D bəndi də müqayisə dərəcəsidir, səhv olacaqdır. C bəndində Z olmaz. Zəsiz olmalı idi və our building is as modern as yours. Bəli, Y variantı düzgün olacaqdır. 18-ci suala baxağın. Was your fourth grade teacher? She was Mrs. Smith. Aha, demək bizdə cavaba baxırıq ki, she was Mrs. Smith. Kim? Yəni insanı cavabdan insan deyilir. O səbəbdən də sualımızda demək biz insanı soruşuruq. 4-cü sinif müəlliməsinin kim olduğunu soruşuruq və düzgün cavabımız buna görə C variantı olacaq. Who was your fourth grade teacher? Düzgün cavab olacaq C variantı. 19-cu suala baxaq. She decided her house which is in Kazakh. Decide feilindən sonra biz məstər işlədirik. Məstər də baxaq birinciyə. To sell, bəli, düzgün olacaqdır. İkincidə eləcə sildi. Tusuzdur. Tusuz olmaz. Decide-dən sonra tulu məstər gəlir. Ona görə səhvdir. Yenə üçüncüdə not to sell, bəli, bu məsələnin inkar formasıdır, tamamilə doğrudur. Dördüncüdə də yenə to olmadığına görə bu da səhvdir. Demək, düzgün cavabımız 1-3 A variantı olacaqdır. 20-ci suala baxarıq. Choose the correct option. We played very well, didn't win. Görürük ki, cümlədə mənaca ziddiyyət var. Biz yaxşı oynadıq, qalib gəlmədik. Amma qalib gəlmədik. Ziddiyyət olduğuna görə biz but seçməliyik. But bağlayıcısını seçirik. Demək, düzgün cavab olacaq C variantı. 21-ci suala baxaq. Choose the correct option. This winter, I will stay my aunt 2 weeks. Aha,
My aunt's, yəni mən qalacam xalamgildə, xalamgilin evində. Bu halda biz at preposition işlətməliyik. Yəni hardasa kiminsə evində qalırıqsa at o zaman işlədirik. At my aunt's və 2 weeks. Bu da hərəkətin davam etmə müddətini göstərərkən biz for prepositiondan istifadə edirik. For 2 weeks. This winter I will stay at my aunt's for 2 weeks. Bu qış mən xalamgildə 2 həftə qalacam. Demək düzgün cavabımız olacaq B variantı. 22-ci suala baxaq. Choose the correct sentence in the passive voice. Məchul növdə işlənən düzgün cümləni istəyir bizdən. Ümumiyyətlə, məchul növün strukturunu necə düzəldirik? To be, üstəgəl, participle to. Mütləq cümlələrimizdə bu strukturu axtarıb tapmalıyıq. To be zamanlara görə fərqli ola bilər. Gəlin baxaq A variantına. I like to listen to the music. Bu cavabda to be yoxdur. İndiki girməyə zaman cümləsidir. Demək, A variantımız getdi, səhvdir. To be də yoxdur, participle to da yoxdur. It is very difficult to answer the question. To be var, lakin participle to yoxdur. It is very difficult sifətdir və participle to olmadığına görə B variantda səhvdir. I was offered a new job. Bəli, bu cümlədə görürük ki, to be var. To be-nin keçmiş zaman forması was və participle to offered. Demək, burada participle məchul növ strukturu olduğuna görə, düzgün işləndiyinə görə düzgün cavabımız olacaq C variantı. Keçmiş zaman məchul növ cümləsidir. D variantında the baby slept a lot after a long walk. Burada da bu cümlədə də to be yoxdur. Keçmiş zaman cümləsidir. D variantı da səhv olacaq. Y variantında I drink milk every night. Bu cümlədə də görürük ki, to be də yoxdur. Participle to da yoxdur. C variantımızda səhv olacaqdır. Keçirik digər suala. 23-cü sualda. Choose the correct option. Bu sualda bizdə düzgün mübtədə xəbər uzlaşmasını tapmamızı istəyir. One of the tables is newly painted. Deməli, biz söz önlü ifadələrdən xəbərlə necə uzlaşır? Xəbər söz önündən əvvəlki sözlə uzlaşır. Əgər söz önündən əvvəlki söz təkdədirsə, xəbərimiz tək olmalıdır ki, bu cümlədə görürük ki, bu belədir. One of the tables is newly painted. Tamamilə doğrudur bu cümlə. Demək, birinci cümlə düzgündür. İkinci cümləyə baxaq. The cost of this construction is too high. Yenə söz önlü ifadə var burada. Yenə biz söz önündən əvvəlki xəbərimizi söz önündən əvvəlki sözlə uzlaşdırmalıyıq. Söz önündən əvvəlki sözümüz də təkdə olduğuna görə xəbər də təkdə işlənibdir, təkdə olmalıdır. Bu cümlə də ona görə düzgündür. Üçüncü cümləyə baxaq. George and I was attending the same competition. George and I artıq 2 nəfər olduğuna görə xəbər was yox, were olmalıydı. Yəni cəm olmalıydı, tək ola bilməzdi. Ona görə üçüncü cümləmiz səhvdir. The pages of this book is torn. Bu cümlədə də yenə söz önlü ifadə var. Söz önündən əvvəlki söz cəmdədir. Əvvəlki söz cəmdə olduğuna görə xəbər də cəmdə olmalıydı. Bizdə isə xəbər təkdədir. Ona görə bu cümləmiz də səhv olacaqdır. Düzgün cavabımız 1, 2, Y bəndi olacaqdır. Match the words to the definitions. 24-cü suala baxaq. Sözləri onları düzgün definitionları ilə uyğunlaşdırmamızı istər. To worry, narahat olmaq deməkdir. Düzgün cavab olacaqdır burada. B bəndi. To feel that something bad will happen or has happened. İkinci, to scream qışqırmaq deməkdir. Bu da A variantına uyğun gəlir. To make a loud high cry, but that shows you are afraid or hurt. A variantıdır və to cover örtmək deməkdir. To cover da C variantı ilə uyğun olacaqdır. To put one thing over another thing, to hide it or to keep it safe or warm. Bəli, tamamilə doğrudur. Demək, düzgün cavabımız B, A, C olacaqdır. D variantı. Sonuncu suala baxırıq, 25-ci suala. Choose the words with negative meanings. Bizdən mənfi, negativ mənalı sözlər tapmamızı istəyir. Birinci sözümüz elə negativ mənalıdır. Embarrassed, utanmış, utanmaq deməkdir. Xəcalətli. Deməli, bu olacaq düzgün söz. Peaceful, sakit, sülhsevər deməkdir. Bu müsbət mənalı sözdür. Bu olmayacaq. Confident, özünə inamlı deməkdir. Yenə müsbət mənalı sözdür. Bu da olmayacaqdır. Creative, yaradıcı. Bu da müsbət mənalı sözdür. Bu da olmayacaq. Disrespectful, hörmətsiz deməkdir.
Bu da mənfi mənalı söz olduğuna görə düzgündür. Demək, düzgün cavabımız 1 və 5. Bu qədər. İnşallah növbəti video izahında mətnimizi, suallarını izah edəcəm.